Salam, hörmətli tamaşaçılar, efirdə xəbərlər informasiya proqramıdır. Xəbərlərlə sizi mən Turac İbrahimova tanış edəcəm. Şulaverdə kənd ərazi vahidliyində bir sıra infrastruktur layihələr həyata keçirilir. Uşaq bağçasının inşası, yolların asfaltlaşdırılması, içməli su sisteminin bərpası, bu və digər mövzularla bağlı sujetimizdən izləyək. Marneuli Bələdiyyəsinin Şulaver inzibati ərazi vahidliyində yol infrastrukturunun tikintisinin 80% tamamlanıb. Monitorinq məqsədi ilə meriyanın infrastruktur xidmətinin rəhbəri kəndlərdə əhali ilə aparılan məsləhətləşmələr əsasında icrası davam etdirilən və başa çatdırılmış layihələrə baş çəkib. Beka Abdilani bizimlə söhbətində təhsil infrastrukturu istiqamətində aparılan işləri vurğulayaraq məktəbin müasir standartlara cavab verdiyini, onun xüsusi qayğıya ehtiyacı olan insanlar üçün də uyğunlaşdırıldığını bildirdi. Şulaver ərazi vahidliyində 9 kənd var. Bu kəndlərdə əsas problemlər içməli su ilə təmin, yol infrastrukturu, küçə işıqları problemləri idi. Onların da 80% həll olunub. Təhsil sahəsində problemlər var idi. Bu da həll oldu. 2022-ci ildə ictimai məktəb tikildi. O tamamilə Avropa standartlarına cavab verir. Bu il Şulaver inzibati ərazi vahidliyindəki kəndlərin əsas problemlərindən biri tam həll olunacaq. Yəni, məktəbə qədər təhsil müəssisəsi istifadəyə veriləcək. Marneuli Uşaq Bağçaları Birliyinin rəhbərinin sözlərinə görə, tikinti prosesi ilin sonuna kimi başa çatdırılacaq və 180 yerlik uşaq bağçası yerli tələbatı tam ödəyəcək. Tikinti işləri mərkəzi büdcədən 3 milyon 472 min lari ilə maliyyələşdirilir. Şulaverdə fəaliyyət göstərən uşaq bağçası qəza vəziyyətində idi. İlin sonunadək yeni binanın tikinti işləri tamamlanmalıdır. Avadanlıqla bələdiyyə tərəfindən təcris olunacaq. Bağça Şulaver ilə kəndlərə xidmət edəcək. Yerli əhali kənddə tamamlanan və aparılan işləri müsbət qiymətləndirir. Deyirlər ki, uzun illər Şulaverdə əsas problemlərdən biri içməli su olub. İndi isə bu problem tamamilə aradan qaldırılıb. Əhali daxil yolların və küçə işıqlandırma şəbəkələrinin çəkilişinə də diqqət yetirir. Vurğulayırlar ki, əvvəlki illərdə pis havalarda küçədə gəzmək mümkün deyildisə, indi bu problem də tamamilə həll olunub. Bizim aslında Şulaver teritoriyasında yollar çox bərbad haldaydı. Uşaq məktəbə gedib gələ bilmirdilər. Yağış yağanda gölməçələr olurdu. Bunu düzəltdilər, hazırlar, asfalt elədilər, bütün hamısı hazırlandan sonra bizim su problemimiz vardı, içmə su problemimiz var idi. Onu da həll elədilər, hamısı şey oldu. Qaldı ki, DESAD'dakı tikilib hazır olur, avqust ayının axırına kimi təhvil verilməyə hazırdır. 4 il bizim uşaq Daştəpiyə, bir də ki, Acarların məktəbinə getdilər, 4 il. Ondan sonra başladılar yavaş-yavaş məktəb tikib, indi həll olunub, bəli. Qabaqca çox bərbad vəziyyətdə idi yollar, pis vəziyyətdə idi yollarımız. İndi yollarımız gözəl asfaltlanıbdır, yaxşı işıqlarımız yanır yollarda. Çox razıyıq, suyumuz, zadımız, hər şeyimiz parətkadadır. Bircə buraya zivil qavı qoyasınız, nə bilim o küllüyü zadı dağdasınız, bir park düzəldəsiniz, uşaqlar gedə dincələ, yəni böyüklər gedə biraz otura dincələ. Axıl Mamudlu, Yenikənd, Qayıqocalı kəndlərində asfalt örtüyü ilə bağlı hər kəndə kilometr yarım asfalt örtüyü görülmüşdü bu işlər. Son illər tək Şulaver kəndinin özündən bağlı yeni məktəbin tikintisi tikildi. Artıq istifadəyə verilib, bir neçə ildir fəaliyyət göstərir. Bu yaxınlarda artıq bağça tikintisi yekunlaşmalıdır. Yerli hökumətin məlumatına görə son vaxtlar Şulaver inzibati vahidliyində mərkəzi və yerli hökumətlərin maliyyəsi ilə 13 milyon lari dəyərində infrastruktur işi aparılıb. Meriyadan bildirirlər ki, kəndlərdə davam edən və başa çatdırılan layihələrin monitoringi sistemli şəkildə aparılacaq. Reva Soxadze infrastruktur naziri təyin edilib. Bu barədə
Likobaxidze bugün keçirdiyi brifinqdə bildirib. Baş nazir İrakli Karsiladzeyə təşəkkürünü bildirib və qeyd edib ki, o bu illər ərzində Regional İnkişaf və İnfrastruktur Nazirliyinə böyük uğurlarla rəhbərlik edib. Bugündən İnfrastruktur Naziri vəzifəsini Reva Soxadze tutub. Məlumat üçün bildirək ki, İrakli Karsiladze 2021-ci ilin fevralından İnfrastruktur Naziri, Reva Soxadze isə Tbilisi-Sakrebulos'un şəhər salma və şəhər iqtisadiyyatı komissiyasına rəhbərlik edib. Aprelin 22-sində Bolnisdə Luka üçün bir olaq şüarı altında xeyriyyə aksiyası keçirilib. Təşəbbüs çərçivəsində uzun müddətli müalicə prosesi keçən Luka Mentişaşviliyə dəstək ifadə olunub. Tədbir Bolnis Mədəniyyət Evinin qarşısında keçirilib. Orada yerli kreativlər, kiçik biznes nümayəndələri və vətəndaşlar iştirak ediblər. Yığıncaq Günəş Şüası Xeyriyyə Fondunun təşkilatçılığı və Bolnis Mədəniyyət Evi və Agro Mərkəzin dəstəyi ilə baş tutub. Tədbir zamanı toplanan vəsait hazırda Türkiyədə reabilitasiya kursu keçən Luka Mentişaşvilinin müalicəsinə sərf olunacaq. Bugün Luka Mentişaşviliyə dəstək aksiyamız baş tutdu. Ona bədxassəli xərçəng diaqnozu qoyulub. Bolnis Mədəniyyət Evinin dəstəyi ilə bir çox ansamblın iştirakı ilə gözəl gecə keçirilir. Onun üçün hər bir kəsin və hər bir qəpiyin mühüm rolu var. Biz Mədəniyyət Evi və Xeyriyyə Fondu birləşərək Lukaya dəstək olmaq istəyirik. Ona sağlam həyat, xoşbəxtlik arzulayıram. Xeyriyyə aksiyasına biz də qatılırıq. Biz Agro Mərkəzin əməkdaşlarıyıq. Yerli sahibkarların şərabını nümayişə qoyduq. Hər bir Bolnislidən xahiş edirəm ki, gəlin birləşək. Tbilisidə Marneuli Bələdiyyəsinin İdman Məktəbinin nümayəndələrinin uğurla mübarizə apardığı uşu üzrə 9-cu Gürcüstan. Onlar müxtəlif çəki dərəcələrində ümumilikdə 8 medal qazanıblar. 3 idmançı birinci yeri tutub, 1 gümüş və 4 bürünc medal ilə Marneuli adından yarışan digər iştirakçılar qazanıblar. Beş ildir məşq edirəm mən bu Marneuli İdman Məktəbində. Yarışda birinci yer oldum, 2 nəfərlə döyüşdüm. İkisi Saqarezodan idi, ikisinə məğlub etdim. Və baş məşqçimiz Canpolat Budaqova və Faiq müəllim və Müşfiq müəllimə təşəkkür bildirirəm. Mən Otxıcəliyə Vardişov. 4 ildir bu idman növü üzrə məşq edirəm. 4 kiloqram arıqlayası oldum. Ona görə də bu yarışda qalib gəlmək mənə çətin oldu. Birini uddum, birini isə uduzdum. Marneulidən idmançılar 12 nəfər idmançı çıxdı. 12 nəfərdən 3 dənə birinci yer, 1 dənə ikinci yer, o bir idmançılarımız 8 dənə üçüncü yerə çıxdıq. Demək olar ki, 15 idmançıdan 12 dənə nəticə getdik. O cümlədən mən görürəm ki, Marneuli də uçsanda daha da güclü inkişaf edilir. Belə getişlə inşallah Marneulidən dünya və Avropa çempionları çıxacaq. O cümlədən mən öz minnətdarımı bildirirəm Marneuli İdman Məktəbinin direktoruna, cənab Mamuka Navilyaniyə. O cümlədən öz minnətdarımı bildirirəm bizim baş məşqçimiz Canpolat müəllim Budaqova, Əli Qəmbərova və Müşfiq Əliyevə. Yəni bunlarsız daha da inkişaf, bunlarla bir daha da ileri gedəcək. İstəyirəm İdman Məktəbimizin məşqçiləri Faiq Məmmədov və Müşfiq Əliyevi və şagirdlərini bu uğur münasibəti ilə təbrik edim. Qeyd edim ki, sözü gedən idman qrupu 2 saylı məktəb ərazisində yerləşən idman zalında fəaliyyət göstərir. Bu idman zalı çempionların yetişdiyi zallardan biridir. Cəmiyyətin məqsədi budur ki, daha çox azyaşlı və gənc sağlam həyat tərzi sürsün, idmanla məşğul olsunlar. Və salam, hörmətli tamaşaçılar, sabah eyni vaxtda görüşmək ümidi ilə özünüzə yaxşı baxın.
cơ hội